Amma bir nəfər şiə balası var. O elm əhli deyil. Amma məntiqli adamdır. Deməli, Bəqərə surəsindən bir ayəni təvəssül haqqında götürüb, heç elm tələbələri, axundlar, xəbəri yoxdur ki, Quranda elə bir ayə var, onu tutub, indi necə tutub, necə Allah onu lütf eləyib, izahını verir və sonra da deyir, mən elm əhli deyiləm, elm əhlindən xahiş edirəm ki, bunu işıqlandırsın. Yəni, mən bu qədər bacarıram. Bacardığı qədər elə gözəl nöqtələr dedi ki, və öz təvəzzökarlığın və acizliyin də etiraf elədi ki, mən ərəb dili zad bilmirəm. Başa düşdüyüm budur. Bir nəfər elm əhli çıxsın, axund, imam, ya desin bu düz deyir, ya da desin ki, bu nədirsə, o adam da qəbul eləyəcək. O belələri də var, o kal meyvələr də var. Hər halda. Əssalamu aleykum, əziz qardaşlar, bacılar. Gəlin sizə bir Quran ayəsi oxuyum ki, bu vaxta kimi, yəni şəxsən mən özüm görməmişəm bu barədə kimsə danışsın. Söhbət belə bundan geçsin ki, sələfilərin həm əhl-i şeyə, həm əhl-i sünnəyə atdıqları bir iftira var. Deyirlər ki, Allahdan kiminsə xətrinə nəsə istəmək bidətdir. Əvvəl deyirlər şirkdir, olmaz Allahdan başqası var. Sonra düzəltdirlər, yox, Allahdan istəyirik yaxı biz. Peyğəmbər xətrinə istəsək, Allahdan istəyirik, şirkdir. Amma deyirlər, bu bidətdir. İndi gəlin görək, Quran-ı Kərim bu barədə bizə nəsə deyir, yoxsa yox. Bəqərə surəsi 89-cu ayə. Ayə belədir. Onlara Allah tərəfindən özlərinə olanı təsdiqləyən bir kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə qazanmaq üçün Allaha dua edirdilər. Onlara tanıdıqları Peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət eləsin. Ayə belədir. İndi bu ayədə başa düşülməyən bir şey var, bir məqam var. Ayədə keçir ki, onlar, yəni bir ümmət, kafirlər üzərində qalib gəlmək üçün Allaha dua edirdilər. Sonra isə deyir ki, onlara tanıdıqları Peyğəmbər gələndə isə həmən Peyğəmbəri inkar edərlər. Yəni, dua ilə Peyğəmbərin nə əlaqəsi var burada? Ayəni başa düşmək üçün nə etmək lazımdır? Elmli olmaq lazımdır, araşdırmaq lazımdır. Gəlin gedək təfsirə. Nə əhl-i şiə təfsirinə gedirəm, nə də əhl-i sünnə təfsirinə. Ramoy vəhabilərin təfsirinə gedirəm. Sən demə vəhabilərin müşrikləri də var imiş, mənim xəbərim yoxdur. Deməli, İbnül Kəyyimi Cəvziyyə, Bədayi-ül Fəraid kitabı. Orada yazır ki, Yahudilər cahiliyyə vaxtında ərəblərlə vuruşurdular, savaş edirdilər. Onlar üzərində qalib gəlmək üçün Allaha dua edirdilər. Necə? Ya Rəbbi, axır zamanda göndərəcəyin Peyğəmbərin haqqı üçün bizə yardım elə. Allah da deyir ki, onların bu duasını qəbul edirdi. Sonra isə, hələ bizim Peyğəmbər həyatda yox idi. Bizim Peyğəmbər dünyaya gəldikdə və İslamı təbliğ etməyə başladıqda, həmən Yahudilər Peyğəmbərimizi inkar elədilər. Ayənin təfsiridir ya bu. Deməli, Yahudilər Peyğəmbərimiz hələ dünyaya gəlməmişdən qabaq, Peyğəmbərin xətrinə Allahdan dua edirdilər. Allah da onların duasını qəbul edirdi və onlar ərəblər üzərində qələbə çalırdılar, qələbə qazanırdılar. Sonra isə bizim Peyğəmbər dünyaya gələndə həmin onun xətrinə istəyirdilər. Onu inkar edədilər. Allah da onlara deyir ki, siz kafir oldunuz. Necədir? İnşallah ki, hamıya kömək olar. Mənim danışıq tərzim o qədər də yoxdur, yəni dini savadım olmadığına görə. İnşallah elmli qardaşlar qoy çıxsınlar, bu ayəni danışsınlar hər yerdə. Sağ olun, var olun, Allaha əmanət olun.